Şəmsi Qocaya şahid publisist Şəmsi Qocaya vermək istəyirəm. İlk öncə onu demək istəyirəm ki, Şəmsi müəllim kitabı başdan ayağa oxudu bizdən gözləndən sonra və o kitab haqqında geniş saytlarda məqalə dərc edilmişdir. Fəxrəddin müəllim yəqin həmin məqalə sizə çatıb var. Bəli, oxumuşam, müzakirə edirəm. Değerli kardeşlerimiz, bugün aşık sənəti, Azərbaycan folkloru bu seviyede tədqiq olunması doğrudan da sevindiricidir. Ben məsələyə bir başka tarihçi, ben ixtisaslı tarihçi, tarih kontekstine yanaşmak istiyorum. Bu Fəxrəddin müəllimin araştırdığı coğrafyada yaşayanlar kimler? Qarabağ. Qarabağ Türklərinin de en görkemli nümayəndəsi dədəmiz. Bu ehtişamı, bu böyüklüyü, bu kişi kitabda verebilip, hoşa gelen o ki verebildi. Ben böyle baş əydim ve o yazımı doğrudan da yüreğine yazdım ki, nihayet ki bizim Muxtar İmanov, Hörmətli Akademikin dediği kimi, kitabın bir neçə əsas məziyyətlərindən biri və birincisi odur ki, burada not məsələsi var. Sazla sözün, musiqi ilə folklorun, ədəbiyyatın birləşməsidir. Yəni, Fəxrəddin artıq digər yazılı, təbii ki, bu mövzuda o qədər kitablar var. Hərə bir tərəfdən yanaşır, hərə bir fikirlə yanaşır. Amma Fəxrəddin müəllimin işinin orijinal tərəfi odur ki, bu ikisini Hörmətli Muxtar müəllim dediği kimi birləşdirib. Ben konkret edeceğim, vaxtı çox almayayım diye. İkincisi, müqayisəli coğrafya. Kitabda müqayisəli həm Göyçə Aşıq Mühitindən söhbət gedir, paralel olarak gedir Ağbabıya, Çıldıra, Ağbaba Çıldır Mühitindən danışır. Gəlir Boğçalıdan danışır. Urmiyadan danışır, Təbrizdən danışır. Yəni bunları müqayisə edir. Şuna bayaq Muxtar müəllim bir yaxşı söz deyir ki, folklorun gözəlliyi üçün bunun bir neçə variantı var. Benim babam dediği bayatları, mesela ben başka yerde başka dönüşmüşüm. Mesela ben Allah ölenlerinize rahmet eylesin, nenemin sevimli bayatları vardı. Deyildi kar kalandı, kar yağdı, kar kalandı. Kargalar rasın oldu, rasınlar kargalandı. Yahut deyildi ağlağandı, kar arkası ağlağandı. Gedək tərtdi yanına, görə kim ağlağandı. Ama onu ben başka yerde başka dönüştüm. Ağlağan bizde dağ var. Ağbabayla Qaygulu elinin yukarısında. Varaçovkayla bizim aramızda dağ. Ağlağan. Yani bu, ama başka mühitte, mesela Göyçədə o başka cür ifade edilirler. Deyək ki, Tovuzda bir cür ifade edilirler, Bakıda başka cür. Yani folklorun gözəlliyi, dadı, tuzu burasındadır. Və Fəxrəddin müəllimin müqayisəli coğrafyanı kitabında verməklə Göyçə ədəb mühiti, Göyçə aşıq mühiti, Ağbaba Çıldır, Borçalı, deyək Tovuz, Aşıq mühiti, Gədəbəy bir ayrı mühiti, Gəncəbasar, Urmiya, Təbriz, burada bir ayrı mühiti və bunları fərqləndir, müqayisə edir, bu yaxşıdır. Sonra not yazır. Kitabda İrəvan Çuxuru kimi möhtəşəm havanın bir neçə variantdan olsa alınması böyük zəhmət tələb edir. Yəni, indi bizim heç ola bilər, bizim musiqiçi olmuyor. Ben bilirəm ki, musiqinin nota almaq özdə folkloru çox çətin məsələdir. Bu, hər adamın girişdiyi iş deyil. Sonra bir də ən mühüm məsələ Ustad şəhər məsələsi. Dədə Ələsgər deyir ki, bu iki şəhərdim işlər hər yana. Burada mən bu yaxınlarda Dədə Ələsgərin yaratıcılığında ali riyaziyyat mövzusunda iki böyük yazı yazmışam. Orada söhbət o saydan deyil. 1, 2, 3, 4, 12 şəhərdim ortaymış. Küllü kainatın 12 sistemi, 12'li sistem və Aşıq dədə deyir ki, mən elə şəhərlərimlə mən kainatın özüyəm. Böyle öyle dərin mənalar ki, axırı dedim ki, deyəsin mən buna dədəni oxuya dəli olur. Yəni, orada yazmışam ki, bir var Aşıq Ələsgəri mən oxuyanda, biz oxuyanda 5 yaşında. 5 yaşında okuyan Şəmsi, 10 yaşında, 20 yaşında, 30 yaşında, 65 yaşında okuyuram. Çünkü hiç okumamışım xəbərim. İndi bir başka cür yanaşır. İndi Fəxrəddin müəllimin də bu kitabın özəlliyi və gözəlliyi ondadır ki, o tamam fərqli yanaşır. Yəni bizdə ən pis cəhət
ağsaqqal alimimiz, akademikimiz yana deyir. Bizdə hep siyah nə bilirsən? Bir yeniliğine ki o gözünü çıxarır. Bu deyir ki, niye silmər? Niye? Bu alimlerde bu ne xasiyyə? Buna göre ben müdafiə zad eləməm. Çünkü dedim ki, ahırda başıma istədim, ona göre yazıram, məqaləmi yazıram. Yeri gələndə də təmid edirəm, bir kimdə dinləmir, çünki nə ilmər mənzədir. Ben doktorlarım. Ama bu yazıq dinləmir, çünki kitabına bir müzmuazır var, çapına bir müzmuazır var. Nədir? Bu fərqli yanar. Nədir? Bundan qabaq bir alim deyir ki, Ələsgər belə yazmayıb, belə yazıb. İndi bu yazı deyir ki, şöyle deyir, onu öldürürlər. Bak, ən pis cəhət bu. Bunlar heç nə edə bilmirəm. Mən qələm müxbirlə bir saytın baş redaktorum alıyım. İstədiyim kimi yazıram, qoyuram onu heç nə deyə bilmir. Deyəni də gəlsin deysin, gör onu nə görə. Bu eləyək. Zulm orası. Amma burada bir şey var. Bugün aşıq sənətinin, Qərbi Azərbaycan folklorunun, mədəniyyətinin, sazının, sözün öyrənilməsi, dövlətin qayğısı var. Aşıq Ələsgər 200 illik ümrüyüm. Tərəf prezidentin o heykəlin duyması, marhamız. Möhtəşəm bir şeylər bizim mədəniyyətimiz. Qara Topağın sazı susmayıbsa, demək o topağı qaydacaq. Sazın səsi gələn yerə qayıtmaq asandır, çünki o bizim milli yaddaşımızdır. İnsan öz yaddaşını bərpil edəcək, yaddaşımıza qaydacaq, dədə ocağına qaydacaq, gedib o torpağı, mən bugün mən gedib o torpağı, o qəbrini dondan belə bağrıma basarım, görəm ki, sən nə qədər möhtəşəmsən, sən nə qədər nələr yaradıbsan, nə qədər dahisən, biz öz dahilərimizi bilmir, açıq diyoruz, bilmir. Həqiqat da azdır, söz də azdır. Dənə qardaşım, mən kitabı bilirsən ki, əvvəl başdan ayağa okumuşam, bizə dənə korrekte səhvi görmüşüm. O, sən öyrətlərə çapılmayından aşıq. İsabalı söz, İsabah ki, bakıyor. Hamısında Bakı gelir. Bakı Baba sözündə. Aşıq İskəndər Ağba Bakı. Bunlarda düzəlir. Bu rəşirdə artıq düzəlir. Təzəsini çıxartır. Allah yaxşı. Çünki düz o elə bir şey əhmiyyət kəsbilər, amma bu cür fundamental bir məsələnin içində oxudan yoxsa. Sonda bu monografiya bizim mənəvi qayıdışımızın sənədidir. Qərbi Azərbaycanın, bu ölkənin, Ağbabanın, Lorunun, Zəngəzurun, İrəvanın, digər tarixi mahallarımızın zəngin mənəvi pasportudur və əgər Qarapapaq türkünün sazı susmuyubsa, deməli onu ölməyib, biz mütləq o sazın sədası altında özümüzə görəcəyik və sonunda bizim bu gözəl alimimizə, bu zəhmətkeş alimimizə belə bir əsər, belə bir tövbə etdiyinə görə, əşilədiyinə görə dərin minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Bu universitetin rəhbərinə bu şəraiti və belə gözəl təşkilatlarına görə Həqiqət xanıma təşəkkür edirəm. Qərbi Azərbaycan icmasının sədri, hörmətli millət vəkili, əziz ələkbərli, bilirsiniz, onlar rayonlara gedirlər, müəyyən aksiyalar var, saatçıları. Məndən xahiş edəcəksə salamlarını çatdırıb, bələdiyyə kürsündə mütləq iştirak ilə fikrini deyir və bu gün bizim apardığımız tədqiqatlar, ola bilər siz izləmirsiniz, amma biz o məhkəmələri, mən elmişdik kimi, siz izləyib nələr edirlər. Ermənilər eyni biz qəbirləri araşdırdığımız kimi, onlar da başlayıb onu araşdırmağa şəkildirlər, eləyirlər, bəyanatlar verirlər, bizə əks arqumentlər çıxartmaq istəyir. Buradakı bu tədbirdən onları xəbər olacaq. Yəni ki, xəbər, informasiya verdik, o saat hamısını bildik qeydə alın. Ki, bunlar nə deyirlər, bunlar nə edirlər. Bunlar ona bizə qarşı əks arqumentlər hazırlayır. Məsələn, mən erməni dilində az çox bilirəm, heç indi bilməyə də ehtiyac yoxdur. Tərcümə proqramları falan bu qədərdir ki. Mənə erməni saytlarına girişim, hamısını qadağan edir. Onlar qadağan elədikcə, mən də başqa yol tapıram. Mən də süni intellektdə deyirəm ki, erməni saytlarında da varsa yol gətirir. Gətir, tərcümə edilirdi var. Erməni dədəm bir deyir, kündəli sayır, anam kündədən kəsir. Bu prinsiplər işləyir. Amma doğrudan da belə alimlərimizə, belə tədqiqatçılarımıza ən azı maddi dəstək olamır, heç olmasın mənəvi dəstək olar.
Yeri gələndə o yersiz hücumlara qarşı səsimizi qaldıraq ki, bu kişilər bu tədqiqat aparsın. Mən tarixçiyim, bir tarixdə yanaşıram, yaxud bir jurnalist kimi yanaşıram. Bunu öldürməsinlər. Muxtar İmanov kimi akademik yana danışırsa, demək həyazan təbiri var da, demək var da. Biz maralamakla məşğul var mı? Fəxrəddin Fəxrəddin səsimi yoxsa yazmışdım. Deyirəm ki, Video çəkən bizim adamdır. Nə istəyirsiniz deyin. Bu akademik bunu dilinə gətirirsə, demək həyazan təbiri çalmaq lazımdır. Müdafiə eləmək lazımdır. Mən hazır. Bir qələbim var, heç nəyim yoxdur, dərmişəm. Heç kim mənim nezimə söyləyir. Harada kim razıdır, elinə də vurmuşum. Nasıl? Sağ olun. Çok sağ olun hürmetli Şamsi müəllim. Teşekkür ederim böyle emosyonel yanlış tutuşunuz için. Bir şey demək istəyirəm ki, biz indi fürsət verib Şamsi müəllimlə buradan təbrik etmək istəyirəm. Hürmetli Şamsi müəllimin bu yaxınlarda may ayının 2-sində, yəqin sizin də xəbəriniz var, təbrik 65 illik jubileyini qeyd edəcəyik. Biz təbrik edirik. Sağ olun. Və bir halda ki, Göyçədən söhbət gedir, aşıq sənətindən söhbət gedirsə, mən elə bilirəm ki, hər birimizin qəlbimizdən keçir bu aşıq sənətimizi dinləmək. Və bizim burada aşıq Göyçəli xanım var. Xanımı xahiş edirik ki, bir dənə musiqisi. Adı xanım, özü xanım. Adı xanım verirsə xanım. Hər vaxtınız xeyir olsun. Həqiqət xanım, çox sağ ol ki, belə gözəl təbirə dəvət edirsiniz. Mənim sizə də uğurlar arzulayıram.
və idarə məclis üzvlərinə. Bugün onların da həqiqətən işləri olduğu üçün çıxış edib, burada iştirak edə bilmədilər. Hər biri dəvətli idi. Əziz müəllim Fəxrəddin müəllim özündən danışmışdı. Hətta monoqrafiyanın rəyçilərindən biri də Əziz Ələkbərli olmuşdu. Buradan biz öz təşəkkürlərimizi bildiririk. Çıxış edilməklərin üçün də əslində istədirik. İndi isə sözü vermək istəyirəm Əskər Zeynalov, Azərbaycan Dillər Universitetinin Fransız Dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya doktor, professor. Mən sahibdən başqa təbrik Demək, açılışdan sonra bu ilk tədbirdir ki, sizin qismət bizə düşübdür. Və bu gün bu cəmat sizin işinizə düşübdür. Əzizim göyçə mənə, şeyh düşdü göyçə mənə, Ələskəri səslədim, səs verdi göyçə mənə. Afsız ki, zaman dəyişəndən sonra dedi ki, əzizim göyçə mənə, şeyh düşdü göyçə mənə. Ələskəri səslədim, səs vermir göyçə mənə. İnşallah səs verər. Mən o kitabı oxudum və müəyyən məqamlar demək istəyirəm. Birincisi, orada yerlərin adları isə ki, Ozan kəndi. Bəli, Ozan kəndi, Qırxbulaq nahiyəsindəki Ozan kəndi. Ozanlar, bu yeni Bayaziddə Ozanlar kəndi və bu barədə o Ayğır göldə at üzdürmüş qazanı, Ozanlarda qopuz salmış Ozanı. Tarixini düz yazmadı yazanın, hayır ki, kimin göyçə yada düşmədi. Ancaq göyçə qəlblərdədir, dillərdədir. Və mən burada bir xüsusi bir neçə məqamada qayıtmaq istəyirəm. Birinci odur ki, Fəxrəddin müəllim yazı, o istəfəli müəllimdən gətirir. Deyir ki, ermənilər mahnılarını, şeirləri ermənisi yoxdur, türkçə yaradırlar. Bəli, mən erməni arxivlərinin olmuşum 10 il. O arxivlər sonrası Azərbaycanlı mənim. Orada nə qədər Azərbaycan mahnılarına rast gəlmişim və onları qeyd almışım ki, Azərbaycan xalq mahnısı erməni hərflərimsə, Hayador Turtelir. Bu terror, Araz Axar Kürüstə və Kürüstə, mütəssisli Kürüstə. Qoy məni öldürsünlər bir aragöz qız üstü. Bu heç zaman erməni mahnısı ola bilməz. Heç zaman erməni davası bir gözəl qız üstündə bu canına verə bilməz. Şunu türk oğlu verə bilər. Və nə qədər bizim bu mahnılarımız, yaxan bilməli, nə qədər o ağaçlar yerləşmə bağlar gedir, qız sevən oğlan bağlar gedir. Bunlar hamısını arası gəlmişəm və onları da yazmışım. Musiqi oğulları. Onlar o Abaven yazırdı. Hayır hazırda bayatı asmen, bayat Türklerin asmen. Bizim bayatı Krelin tosarı, bayatı Krelin tor mevlesu kalkçıranın, boş mevlesu çift kalkçıranın bayatı gevger. Ben de deyirəm, ermənilər bayatı süfrə başında bayatı deyirlər, ancaq Türkçe deyirlər. Ben de deyir bayat yazdım ki, bizim dilimiz şirinləşsin. Çünkü hiçbir şey bayat, bu dili bayatı və mahnı qədər şirinləşdirmez. Və bu cüdür Abaven bayatlılar yazır. Bayatlılar ne deyir ki, daşıyıb sakırlar, uğrar, bezimman verir, oğlunun qankı getmeyir, sakır o çürünə, son betayla uğrar, uğrar. Yoksa sözler, hamısı Azərbaycan sözləri, söylənin külürən cürən, bizdə o şey həyatımızdır. Peki bir külün ətri yoxdursa, kimə lazımdır o külün, kimə lazımdır o renk və renk? Dilin şirinliği olsun. Dilin şirinliği. Kitabın anotasiyasında verir. Ustad şair meselesi. Ustad şair bu değişmeler. Burada bir ədəb ərkan var. Burada bir öğüt nəsiyyət var. Burada mesela o aşağı Ələskərin deyir, o aşağı aldan uçağı götürdüğü, bunu deyir ki, ben bu rəvəşini geçmişim. Ancaq onda deyim ki, bəli, 1970-ci ildə Muxtar müəllim dedi, bu aşağı Ələskərin 150'lik bölgeye qeyd olanda, onda mən fransız dilində çıxış elədim, aşağı Ələskər şeylərin fransız dilində tərcüməsiz etdim. Belarusdan gəlmişlər, müxtəlif yerlərdən gəlmişlər. Onda mən bunu deyəndə aşıq olub tərkib vətən olanı, ki, olur, birinci olur, deyir ki, bəli, aşağıdan götürüb, ədəb ərkan götürüb, aşıq olub tərkib vətən olanı, Əzərbaycan Pür Kamanı kələtkilir. Oturup durmakta ədəbin bilər, mənifət elmində dolu gerekir. Siz inən bundan elə ki başladım fransızca deməyə, le chantre qui s'en va sur le chemin doit être bonissage car tel est son devoir. Il doit être aussi comme médecin humain, comprendre chacun car tel est son devoir. İnən o
Belarusiyyadan görsən ki, hamısı belə diqqətinə bax, özü tələsmirəm. Ara nə deyirəm? Nə qədər bu şeylər fransız deyirəm, bunların hamısı eləcəndə budur aşağı rəskər. Və ancaq mən siz bir şey qeyd etmək istəyirəm. Həqiqətən sağ olun ki, bu Fəxrəddin müəllimin siz bu tədbirini təşkilsiniz. Mən həqiqətən bir söz dedim mənə. Fəxrəddin müəllim indi üstünü görürəm. Biz birbirimizi tanıyırıq. Dedim ki, düzdür Fəxrəddin müəllim. Dedi ki, Nardaranındır. Dedim Nardaranından. Nardaran aydın məsələdir ki, bu Bakı şəhərlərindən yaşlılardır. Mənim əmlərim işte televizorda durmuşlar, qəşik vardır. Dedim Nardaran, dedim ki, aydın məsələdir. Nardaran deyəndə bu musiqinin ən yaxşı bilən Bakı şəhərlərindən bulunardır. 30-cu illərdə mənim bilmədiyəm danışırdı. Konşinski gedir Nardarana toya, bir də baxır ki, bir də uşaq çağırışarı ki, bu deyir hələ faytonu saxla. Bu özü ağacın başında. Bu çağırışar ki, kesin bəstəlicardan. Şeydir, kesin müxalifini bir faytonu qaytar. Bunun uşağı əgər bu qədər dərinə bilirsə, bunları o bilər necədir və şəhəri Azərbay Hüseynov. Bütün o toyların güzel Mehmet Bağlar, onlar da hamısı, həm də onu da bir ərzu güzel bilirdiler. Bu Bakı əhli, Abşeron əhli ərzu güzel bilir. Və bunların ona görə də deyəndə, mən olsa fikirləşdim, görəsən bu aşıq musiqisini gətirib muğamı birləşdiribdir. Birinci fikirlə ki, sonra gətirir. İş olsun, iş olsun. Elə ki, buna kıyından sonra düzüzmü o olsun. Şöyle soban bayatı da şətir bu sarı soban bayatının üstündə rast ünsürləri tapır. Üzr istəyirəm bu sözünü ki, mən muğamı da pis bilmirəm. Yəni muğamı da beşin bu muğamına bağlı xəbəri var. Bir sana kim deyirəm bu rast, bu şurada, bu bayat şiriz falan. Və şəkil bunu. Sonra gəlir bu aşıq şehrin növlərin sonra aşağı alınır diye şiiri sonunda. Ondan sonra bu şiirləri deyir, ondan sonra getirir. Və bir dənə də bir maraq şey deyir ki, bu Mənsuriyə, sonra Mənsuriyyən gəlir, deyir ki, Bahram Mənsur deyir ki, bu Suriyə ilə Livanın arasında bir yer var, o maraqlıdır və burada bir Mənsuri adlanır. Və onu da Fəxrəddin müəllim çox gözəl veribdir, çox sağ olun. Deyir ki, bunu bizim toylarda zəngi gedərdi. Ancaq deyir ki, Bakıda o pəhlivanlar, bunlar Bakıda bu güləşə başlayanda onlar Mənsuriyə üstündə bu güləşə başlayarlar, gedirlər. Muğam bizim, həmişə bizim köməyimizdə oldu. Rusiyanın təsiri altında olmuş, bizə nə öyrədirlər? Əskər şey deyil, nə Praçi Devçonka, Prayduda işləyir, saldat veriyorsa Taturda işləyir. Ancaq sonra gəldi, bu musiqimiz yoxdur, müharibə başlı musiqimiz yoxdur. Əskerlərimiz döyüşə Heyrat altında gedirlər. Heyratda sonra Heyratın altında, bu Zərqin bağının altında gedirlər, bunları döyüşə. Və bunu Fəxrəddin müəllim, siz gətirib bunları ki, belə birləşdiribsiniz, çox sonra, xüsusilə ona görə mən deyəndə birinci dedim görürsən, muğamla aşığımız için gətirib birləşdirib, bunlar ola bilməz ki, bir xalqın kökü olsa, ancaq bunlar birbirine ayrı düşsün, bunlar birbirine ayrı düşülməzdir. Və bundan sonra mən özüm belə qənaətə gəldim ki, gözümə sənə evdə aşığımız için işləmişim. Misiri ilə Mənsuriyyənin üstündə harasa bir oxşarlıq var. İşte döyüşə çalır, işte vuruşa çalır, işte qələbənin zirvəsindədir. Şah da gəlsə səni belə qoymaram. Bax, bunun gəlir. Və ancaq Fəxrəddin müəllimin kitabının gözəlliyin biri oradadır ki, Fəxrəddin müəllimin kitabı mümkün mübahisələr gətirib ortaya çıxardı. Və elə kitabın da gözəlliyi o da ki, bu mübahisələr olsun. Məsələn, bunu gətirir Elxan Mansurovun dilini, deyir ki, Osmani, bunu deyir ki, Ruslar vaxtda o söz götürdü, qaldı Mani. İnandırıcı değil. Niye inandırıcı değil? Bunu Sağlam Mümtaz yazır, 30-cu 20-ci illərdəki deyirdi, bu Mahan deyirdi ki, Bayat qəbiləsinin adının bayatı var. Deyir ayrıqdım. Burada ancaq deyirdi ki, Mahan qəbiləsi gəlib bər, bu manilər, bu Mahan qəbiləsinin adındandır. Deyir, Mahan, Mahnın, Mani, deyir, bu eyni sözdür. İndi orada bir şeydir. Millərlə bayatının adında heç bir bayat sözü çəkilmədi orada. Manilərdə o sözün adı çəkilir. Deyir, manilər dilimizdə, küləşlər qolumuzda. Bizi sevən var mı heç bu kəmbax elimizdə? Və yaxud da ki, deyir, mahnının başı,
mahnı bilməyən aşı, gəl bura mahnı deyək, qərib yerin yoldaşı. Və mən onu da demək istəyirəm ki, Əmin Abid də bəli gətirir ki, bunlar Əmin Abiddir. Və Mirəli Silo da, Cəraylı, Qaytağı, əgər bu qəblərin adı ilə bağlıdırsa, Mani'nin özü də bu Mani qəbiləsinin adı ilə bağlıdır. Və onda deyim ki, Azərbaycan poeziyası, Türk poeziyası, Erməni poeziyasına hələ 13-cü əsrdən təsir etdi. 16-cı əsrdə Erməni aşır Nabet Qoçaq manilər yazıbdır və orada mani sözü işlər. Maninin mənasını bil, gəl bunun ehyasını bil. 2 qapaq, 4 qazan, 2 qapaq köynən yer, 4 qazan, arxayı sağ sol. 2 qazan, 4 qapaq, gəl bunun ehyasını bil. Və yaxud da ki, su sevir, deyir ki, mən aşıq alçaq yeri, su sever alçaq yeri. Suhat zamanın gördü, sən sudan alçaq yeri. 16-cı əsrdə hələ bu manilər yaranıbdır. Ona görə bu maninin o biraz inandırıcı görünür və yeni deyim, bu mübahisələr olur və işin güzəli oradadır ki, bəli olmaz. Burada bir mübahisələr olmalı, burada fikirlər olmalıdır belə. Və fəxr etməliyim, mən sizi təbrik edirəm və xüsusilə də yeni deyim, ən çox da o muğamla gətirib bu aşıq müzikisini ki, siz birləşik, bunları bir oşlara tapsız, bunun üstündə mən sizə ayrıca təşəkkür edmişim. Çox sağ olun. Çok sağ olun, hürmetli Əskər müəllim, teşekkür ederim. Biraz farklı analiz ederdiniz burada. Siz dediniz ki, mübahisəli bu kitabın yazılığından sonra mübahisələr dediniz ki, çıxır üzə. Əslində, bəli, həqiqət, ədalət olan yerdə hər zaman mübahisə də olacaqdır, çək-çevir də olacaqdır. Sizin dediyiniz sözləri qüvvət olaraq bir Terlo'dan danışdınız siz orada, Terlo'yla bağlı çəkdiniz. Bu yaxınlarda biz Hikmət Babaoğlu'yla Qat səfərindən geri dönüş zamanı o Sarı Gəlin əsərinin tarixçəsinə izah elədi bizə ki, o Sarı Gəlin hardan yaranıb, necə olub, ne Sarı Gəlindir. O qədər maraqlı izah elədi ki, onu ki, o deyir, mən Moskvada deyir, Ukraynada deyir, olarkən deyir, araşdırma aparırdım. Orada deyir, rastıma çıxdı, Sarı Gəlin deyir, mənə deyir, həmişə ömür boyu deyir, mən narahat olub, niyə Sarı Gəlindir? Yəni, başqa ağ gəlin yoxsa, niyə Sarı Gəlin deyilir? Rüqsayı xanım çox maraqlı bir açıqlamasını dedi. Deyir, axtarış aparan zaman deyir, çıxdı qarşıma Sarı Gəlin. Baxdım, deyir, bu ermənilərin adındadır ki, yəni ermənilərindir. Amma deyir, belə yazılmışdı ki, saçın ucun hörməzlər, səni mənə verməzlər. Beje yoxdur, gəl par beje məni. O beje sözü, yəni bu bizdə görkəmlərdə olan beje sözü bizdə, yəni bizə aid olan sözdür. Onlar da ki, bu gecə tərcüməsində, onlar necə götürüblər, elə də veriblər. Amma ermənilərin adından. O deyir, bu məni deyir, çox narahat elədi ki, burada beje sözü olduğu üçün mən deyir, bunun dərdinə getdim və sarı gəlin olmasını, niyə sarı gəlindir? O sarının rəngini də bizə açıqladı, danışdı ki, sarı, yəni deyir ki, o sarı vaxtlarımda, takdirlə deyək ki, o sarı vaxtlarımda mən belə yaxşı olardım. Yəni ki, o gözəl vaxtlarımda, subay vaxtlarımda, bir növ sarı sözünün mənasını bizə belə izah elədi ki, bakirəli kimi deyir, belə göstər, sarı o mənadadır. Hətta biraz haşiyə çıxıram, üzülü sayın, deyir ki, gəlini vermirlər, o istədiyi olana vermirlər və başqasına verirlər. Həmin toy gecəsi onun həyat yoldaşı olacağı oğlan rəhmətə gedir, hansısa bir faciə nəticəsində rəhmətə gedir və o gəlin qalır. Ona görə deyir, onun adı olur ki, sarı gəlin. Yəni ki, aydın oldu. Bu sarı gəlin, yəni ki, sırf Azərbaycanlara aid olandır. Onu mən araşdırmalarında bunu gördüm. Və bunu mən sizin o Terlo ilə bağlı misalı çəkdiniz, ona əlavə eləmək istədim ki, bəli, bizim doğrudan da zəngin musiqi sənətimiz var, aşıq sənətimiz var və tariximiz var. Mən indi sözü hörmətli Xətai müəllimə vermək istəyirəm. Xətai Ələskərli, Dədə Ələskər Ocağı İctimai bölümünün sədri. Buyurun əvəzim. Çox sağ olun, təşəkkür edirəm söz verdiyinizə görə. İlk növbədə hər kəsi salamlayıram. Həqiqətən də belə bir mövzu, xüsusilə mən həmişə elə ki, qəlbimə ən yaxın olan bir mövzulardan biridir. Düzdür, kitab elə oxumamışam, yəni özür hesab edin. Amma təbii ki, Göyçə aşırı olanda istər-istəməz mənim də nəsə deməyə biraz sözlərim var. Əslində, Göyçə aşırı haqqında bir çox alimlərimiz müraciət ediblər. 1998-ci ildə mənim də atam İslam Ələskər bir dənə sazlı sözlü Göyçə kitabı nəşr etdirdi. Həmin vaxtda mən cavan idim, belə kitabın sponsoru eləmişdim. Yaşı yadımdadır.
Və orada bütün Göyçə aşkı bütünlərində orada olurdu. Əslində Aşıq Ələsgərin, Dədə Ələsgərin deyərdim ki, həmən dövrdə 170-180 arası şəhidləri var idi. Onun şəhidini belə sesli olaraq bu 170-ə gəlib çatırdı. Bundan sonra düşündüm ki, deməli Dədə Ələsgər olmasaydı, böyük bir boşluq yaranır. Bu həqiqətdir. Yəni, həqiqətdə Dədə Ələsgər bir nüvədir. Göyçə aşkı bütünlə ümumiyyətlə göz önünə gətirəndə böyük bir mayaqdır orada. Mən də kitab haqqında təbrik, ancaq təbrikimi deyəcəyəm. Mən təşəkkür edirəm sizə, çox sağ olun, müraciət eləmişsiniz. Özdə, belə deyim də, bölgə olaraq, məsələn, Nardaranlara, Göyçəlara, sadəcə olaraq vətən istəyidir, başqa şeydir. Görünür, hansısa bir hiss sizi orada var. Minnətdarlığını bildirəm. Mən bu yaxınlarda